Allah'tan da şəhidlik belə bir uca zirvədir ki, o deyir yeraltı sərvətlər, yeraltı sərvətimizin qiyməti olmayan sərvətimiz şəhidlərdir. Heç bir qiyməti yoxdur. Allah rəhmət eləsin. Allah ruhlarını şad eləsin. Talih qardaş. Allah şəhidlərimizə rəhmət eləsin, qardaş. Allah mübarək olsun. Sağ olasın. Allah şəhidlərimizə Allah şəhidlərimizə rəhmət eləsin. Sən balamızın da, övladının, kişi toyun Allah mübarək eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Kamran buyur. Allah şəhidlərimizə rəhmət eləsin. Mən bu Həsən kişinin kirvəsiyəm. Bizi Vüsal'la dostluğa çevirən, bu dostluğumuzu qohumçuluğa, kirvəliyə çevirən bizim şəhidlərimizdir. Çünki biz onların sayəsində bir-birimizi tanımışıq və o elədiyimiz dostluğu qohumçuluğa çevirmişik. Allah bizim bu qohumçuluğumuzu daimi və əbədi eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, ailəsinə səbir versin. Allah şəhidlərimizin qapısında da daimi xeyir işlər Komutan buyur. etsin. Allah şəhidlərimizə Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin, məkanları cənnət olsun. Bax, sizin kimi qəhrəman qazilərimizin, Cəllabadın ölməz qəhrəmanlarısınız, canlı şəhidlərsiniz. Biz sizlərlə də fəxr edirik. Allah bütün evlərə şad günlər qismət eləsin. Bizlər də gələk orada iştirak edək. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Vüsal qardaş, Allah Taala ürəyində nə arzuların var, arzuları o çatdırsın. Sən bizim dəyərli qardaşımızsan, sənin hörmətimiz sonsuzdur. Fəxr edirik ki, bir Cəllabadda olaraq sizin kimi qəhrəman qardaşlarımız var. Sağ olun.